Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Müəllimlər, bildiyimiz kimi artıq sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlıq başlayıbdır və müsahibədə bizə müxtəlif suallar verilir və o suallardan birini indi sizə təqdim edirəm. Sualda qeyd olunur ki, valideyn sizi tez-tez narahat edərsə, hansı reaksiyanı verərsiniz? Sualın izahına başlamamışdan əvvəl onu qeyd edim ki, müəllimlər, əgər siz canlı müsahibə dərsi istəyirsinizsə, hansı ki, müəllim sizdən canlı şəkildə ünsiyyətli olsun, kontaktlı olsun, bilirsiniz ki, müsahibədə danışığa üstünlük verirlər və biz sizlə dəfələrlə suallar üzərində müzakirə aparırıq ki, bu sizin həyəcanınızı öldürmüş olur. Və ən əsası, heç bir dərs vəsaiti almırsınız, bütün vəsaitləri biz göndəririk və ən vacibi, sizin şəxsi kabinetinizə 5 mövzu gələcək müəllimlər. O 5 mövzunun icmalını mən hazırlayıb sizə göndərəcəm. Digər təlimçilər icmal nümunəsi göndərdiyi halda mən sizə 5 mövzunun 5-ci icmalını göndərəcəm və hər birinizə də fərdi yanaşacağam. Heç bir vəsait almırsınız, icmallarla təmin olunursunuz. Bunların hamısı cəmi bir dəfə ödəniş etməklə həyata keçirilir. Deməli, avqust ayının 15-i biz İkinci qrupla dərsə başlayacağıq. Kimlər istəyirsə o qrupla dərsə qoşula bilərlər. İndi başlayaq sualımızın izahına. Bilirik ki, bu suala bu cür cavab verirsiniz ki, yəni mən həmişə valideynlə əlaqədə oluram. Yəni effektiv müəllim-valideyn münasibəti var ki, bu münasibəti qorumağa çalışıram. Dərs ilinin əvvəlində valideynlərlə deməli, münasibətdə oluram, valideynlərlə daimi ünsiyyətdə oluram, müəyyən qaydaları valideynlərin nəzərinə çatdırıram və il boyu da bu belə olur ki, mən davamlı olaraq valideynlə əlaqədə oluram. Əgər valideyn məni tez-tez narahat edirsə, mən onu dinləyərəm. Baxaram bu narahatçılığın səbəbi nədir? Ola bilər ki, övladından narazıdır, övladının dərsini oxumağından narazıdır, ola bilər ki, qiymətdən narazıdır, ola bilər ki, valideynin hər hansı bir problemi var, ona görə ailə daxili deməli, narazılıq məni narahat edir. Yəni, bu narahatçılığın səbəbi nədir? Birinci onu araşdırım ki, bu valideyn görüm məni niyə narahat edir. Əgər övladı ilə bağlı narahatçılıq varsa, təbii ki, mən bu valideynə bildirərəm ki, övladı üçün əlimdən gələni, nəinki onun övladı üçün, sinifimdə olan bütün şagirdlər üçün əlimdən nə qədər gəlirsə, nə gəlirsə, onu artıqlaması ilə şagirdlərə çatdırıram. Olsun öyrətmək baxımından, olsun şagirdlərə psixoloji dəstək baxımından, emosional dəstək baxımından, hər cəhətdən mən şagirdlə məşğul oluram və narahatçılığa əsas yoxdur. Adətən müəllimlər, bu ibtidai sinif şagirdlərində olur ki, şagirdlər dərsə adaptasiya ola bilmirlər, müəllimə öyrəşə bilmirlər. Yəni, bu zamanda valideyn narahat olur və bu zaman müəllim valideynə dəstək olmalıdır. Yəni, bunun normal bir hal olduğunu qeyd etmək lazımdır və zamanla şagirddə bu halın yavaş-yavaş aradan qalxacağını, təbii ki, müəllimin dəstəyi ilə və mən də bir müəllim kimi əlimdən gələni edirəm. Yox, əgər valideynin hər hansı bir özünün problemi varsa, ailə daxili problemi varsa, yəni bunu gəlir mənə bildirirsə, yenə də mən valideyni anladığımı göstərərəm, empatiya nümayiş etdirərəm. Yəni, lazım gəlsə dəstək duraram, məsləhətlərimi verərəm əgər imkan daxilində. Yəni, valideynin narahatçılığının birinci səbəbini araşdıraram ki, bu narahatçılıq nədir? Ondan sonra o istiqamətdə şagirdə lazımdırsa şagirdə, valideynə lazımdırsa valideynə dəstək göstərərəm, empatiya göstərərəm, valideyni anladığımı nümayiş etdirərəm. Və təbii ki də mən bütün valideynlə, nəinki bir valideyndən, bütün valideynlə həmişə əlaqədə oluram, ünsiyyətdə oluram, daimi övladının davamiyyəti, oxumağı, təhsilə marağı barədə valideynləri məlumatlandırıram. Bugünkü sualın izahı bu qədər müəllimlər. Siz bizim YouTube kanalımıza abunə olaraq tez-tez paylaşılan sual izahından xəbərdar ola bilərsiniz. Sağ olun, hər birinizə xoş dinləmələr.